Hər vaxtınız xeyir, fərqli xəbərlərə baxırsınız. Xəbərləri məndən Sevinç Hüseynzadədən eşidəcəksiniz. Bugün görəcək və biləcəksiniz. Mühacirətdə yaşayan Rəsul Quliyev seçki strategiyasını açıqladı. Yeni binalara köçən məcburi köçkünlər həm razı, həm də narazıdırlar. Marneolidə Novruz şənlikləri ara vermir. Bugün martın 26-sında futbol sevərlər həyəcanlı anlar yaşayır. Azərbaycan yığması Portuqaliya ilə qarşılaşır. Dünya çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində. Oyundan öncə Azərbaycan millisinin üzvləri ilə baş məşqçinin dilindən qələbə sözü düşmürdü. Bəs oyun öncəsi öz komandasına güvənən yerli azarkeşlər nəyə və kimə güvənir? Bu maçdan nə gözləyirlər? Bu sualı Rəna Allahverdiyeva ilə İslam Şıxəli cavablamağa çalışacaqlar. Voleybol düzəcədir məncə Azərbaycan. Mənim hesabım 2-0, 2-0. Böyük məğlubiyyət olsa keyf pozulacaq. Proqnozda ki, qələbə üçün gəlirik. Azərbaycan qələbəsinə çevinəcək. Qələbə gözləyirik. Təxmini hesab? 1-0 da qane edir bizi. Necə təxmini hesab? Qələbə gəlsin. Fərqi yoxdur. 3 xal gəlsin. Yazılsın bizə. 1-0, 2-0 Azərbaycan olsa yaxşı olar. Amma 3-0, 4-0 uduzsa çox pis olar. Çünki uduzsa da öz yerində uduzmuş mahkum olaya, onda da bütün Azərbaycan gözdən düşək Avropada. Bəs heç udmaq şansı yoxdur? Var, udmaq şansı var. Çünki əsas hücumçuları oynamaya, ona görə uda bilər. Yəni səncə Ronaldo'nun oynamamağı şanslıdır Azərbaycan üçün? Çox böyük şansdır. 2-0, 2-1 Azərbaycan xeyrinə olacaq. İstəyərik ki, onlar məsələn 3-0 uduzsunlar bizimkilərə. Biz də sevinərik ona. İndi qaldı ki, onların oyunu göstərəcək də, o neçə olacaq. 2-0. Kimin xeyrinə? Portuqaliya. 3-0 zad olar. Portuqaliyanın xeyrinə? 3-0 bir oyunu elə qutaracaq. 1-0 Azərbaycan olacaq. Heç səs olmalıdır. Çünki bizim yığmamız evdə adətən yaxşı nəticələr göstərə bilər. Azərbaycanın xeyrinə 1-0. Hesab 2-3 Portuqaliyanın xeyrinə. 1-1 olar. Bizə 5 oyundur ki, Azərbaycana birinci taymda qol vurmayıblar. Ona görə bu oyunda məsələn birinci taym Portuqaliya udacaq, ikinci taym heç də ola bilər, Portuqaliya uda bilər. 2-1 olar oyun ən az. Yəqin ki, Portuqaliya 2-0 udar. 1-1 olmalıdır. 2-1 Azərbaycan uda bilər. Kimlər vuracaq qolu? İkisini də Rauf Əliyev. 2-0 olacaq. Kimin xeyrinə? Azərbaycan xeyrinə. Əfran İsmailov, Vüqar Nadirov, sonra Vaqif Cavadov, Kamran Ağayev, qapıcı, Raşad Sadıqov, Elvin Məmmədov. Əsas bizimki kimdir? Rəşaddır. Rəşad Sadıqov. Kimləri deyim? Mahir Şükürov. Qapıçımız var, Kamran. Bəsdir. Vaqif Cavadov, Rauf Əliyev. Belə deyim. Ən məşhur oyunçusunu deyim də Rəşad Sadıqovdur, onu da hamı tanır, mən də deyim. Başqa kimlər var? Yarım müdafiəçilərdən tanınmış Zavadov göstərə bilərik də. Sonra hücumçulardan Raufu göstərək. Şey də pis oynamır. Əfran da pis oynamır, yaxşı oynayır. Mən 1-2 də onu tanıyıram. Rauf Əliyev, Rəşad Sadıqov. Sonra bir də onu tanıyıram. Bədavi Hüseynov, Rəşad Sadıqov, Levin, Şubaşiç, Əfqan İsmailov, Vüqar Nadirov, Cihan Özkara. Rauf Əliyev olmalıdır. Bir də Rauf Əliyevi bilik. Qapıda Kamran Ağayevdir. Müdafiədə Rəşad Sadıqov, Maksim Medvedev. Bir də var Bədavi Hüseynov. Məsələn, Rauf Əliyev, Vüqar Nadirov, Qara Qarayev. Əsas heyətdir bunlar. Yəni bizim oyunçularımız var, Qəbələdə var, ya Qarabağda, Neftçidə var, onları salmırlar oyuna. Araz Abdullayevdir, məsələn Rəşad Abdullayevdir, Qəbələdə oyunu. O cür oyunçuları salmırlar. Türkiyədən legioner gətirir. Türkiyədən oyunçuda heç bir xeyri yoxdur milliyə. Ruslan Abuşov, Kamran Ağayev, Rəşad Sadıqov, Rəşad Sadiqov. Nə çoxların hamısı. Azərbaycan Açıq Cəmiyyət Partiyasının mühacir həyatı yaşayan sədri Rəsul Quliyev Azadlıq Radiosunun suallarını cavablayıb. Bu, Azərbaycandakı proseslərin ABŞ-dakı əks-sədasından, seçki strategiyasından və hətta özünün strateji səhvlərindən söz açıb. Bu görüşlər deməli
Vaşinqtonda, Amerikan paytaxtı Vaşinqton şəhərində 3 istiqamətdə aparılıbdır. Birincisi Konqresin həm nümayəndələr palatası, həm də senatında. Sonra Dövlət Departamentində, bir də ki, müxtəlif strateji proqramlar hazırlayan fondlarda. Bizim məqsədimiz Azərbaycandakı keçiriləcək prezident seçkilərinə Konqresin diqqətini cəlb etməkdir. Konqresin diqqətini cəlb etməklə yanaşı müəyyən sənədlərin Azərbaycanlılarla əlaqədar, Azərbaycanla əlaqədar qəbul olunmasına nail olmaqdır. Bu ölkədə vəziyyət belədir ki, ölkədəki vəziyyət gətirib ona çıxardıb ki, bu hökumət demək olar ki, tamamilə ona qarşı olan inamı yoxa çatdırıb, yoxdur elə bir inam və bu əksinə, bu barışmaz bir nifrətə çevrilibdir. Böyük bir kütlə bu dəqiqə Azərbaycanda bu hökumətə böyük bir nifrətlə yanaşır. Və ən təhlükəlisi də odur ki, bunlar xaotik şəkildə baş verir. Yəni, həmin bu xaotik şəkildə baş verən hadisələri, bu nümayişləri idarə edən liderlər yoxdur. Yəni, onlar nə müxalifəti qəbul edir, nə də hökuməti qəbul edirlər. Bu, əlbəttə, belə bir situasiyanın Azərbaycanda olması istənilən vaxt böyük bir partlayışla qurtara bilər, xüsusilə Bakı şəhərində. Seçki strategiyam ondan ibarətdir ki, mən əsas məqsədim Azərbaycanda azad seçkilərin keçirilməsinə nail olmaq və o seçkilərdə öz namizədliyimi irəli sürməkdir. O namizədliyi irəli sürəndən sonra mən o kampaniyanı necə aparmağın lazım gəldiyini mən çox yaxşı bilirəm. Mən o barədə də təcrübəm kifayət qədərdir. 1990-cı ildən üzü bu tərəfə keçirilən bütün seçki kampaniyalarında mən uzmuşam, iştirak etdiyim seçki kampaniyalarında. Və mən bilirəm o necə aparmaq lazım. Mən həyatımda 2 dəfə çox belə ağır nəticələr verən səhvə yol vermişəm. 1996-cı ildə istefa vermişəm, fikirləşmişəm ki, onsuz da bu Əliyevlər rejimi uzun müddət yaşaya bilməz və normal yolla biz bunları bu hakimiyyətdən uzaqlaşdıracağıq. Mən belə düşünürəm ki, bu səfər hərəkəti. İkinci də 2003-cü ildə mən böyük səhvə yol vermişəm. Kimlərsə separat şəkildə dəstəkləməkdə. Hər halda 2013-cü ildə səhv buraxmaq niyyətində deyiləm. Mən bir çoxundan fərqli olaraq səhvlərimi görürəm də, öz səhvlərimi də tənqid etməyi bacarıram. Və bu mənə kömək edir ki, obyektiv və düzgün qərar qəbul edə bilim. Rəsul Quliyevlə müsahibənin video görüntülərinə Azadlıq Radiosu.az saytında baxa bilərsiniz. Elə həmin saytda müsahibənin tam mətnində oxumaq olar. Yenə köçürtmə var. Bu dəfə paytaxt sakinləri deyil, illərdir Bakı Dövlət Universitetinin yataqxanalarına sığınan məcburi köçkünlər köçürülür. Hara? Onlara tikilən yeni mənzillərə. Bu köçə sevinənlər də var, yeni mənzilinə baxıb ağız büzənlər də. Xırdalıqları reportajdan biləcəyik. Allah'a çalışır. Sağ ol. İnşallah yaxşı olur. Yaxşı olur. Nəhayət, 20 il sonra qapı döyülür və yeni mənzil üçün püşkatma keçirilir. Mirzəyevlər ailəsi 20 ildən sonra yeni mənzilə köçürülürlər. Ağdamdan məcburi köçkün olandan bəri 4 nəfərlik ailə Bakı Dövlət Universitetinin bir otaqlı Darısqal yataqxanalarında məskunlaşıblar.
Mirzə evlərin yeni mənzili Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün inşa olunan binanın 3-cü mərtəbəsində olacaq. Sən buradan çıxma. 150-yə qədər məcburi köçkünün məskunlaşdığı yataqxana sakinləri yer yığış edirlər. Həyəcan və sevincləri gözlərindən oxunur. Yəni Müşfiqabadda var. Hara köçürlər? Yəni prezidentimiz verdiyi evə. Prezidentimiz verdiyi evə. Başına da onları qurban olmalılar. Gəldi eləyəs, görək gəl. Amma köçdən narazı qalanlar da var. Niyəsini öz dillərindən eşidir. Kimin qohumu var, kimin yaxını var. Mən bax bu dəqiqədə söhbət eşitmişəm. 3000 pul istəyir. Sənə 3 otaqlı verirəm. Niyə verməliyəm 3000? Bunu mənə hökumət tikib verir. Biraz narazılıq oldu, gördün dayandırdı, aboyunu dəyişdirdi, su liniyaları xət. Sağ olsun prezidentimiz. Amma prezident bir maraqlansın ki, 4 adama niyə 2 otaq verirsən? Özdə yekə qızla yekə oğlana. Amma bu bölgüdə düzgün yanaşma deyil də. Tutaq ki, biz gəlmişik bir ana, 2 qardaş, 3 bacı. Bugün hərəsinin öz ailə tərkibi var, artımı var. Bir dar otaqda bunların yaşamağı da mümkün olmadığı halda gedib biri daxalda yaşayır. Deyir sənin evin var, sənə ev verilməyəcəksə, bu artıq bölgü prinsipi ədalətsizdir. Qoymayacağım mən qısa sözümü deyim. Əgər mənim qaynıma da ev verilməyəcək, mən də çıxmayacağım, buna da çıxmayacağım. Mən şeydir, il boyu zülüm çəkmişik, 2 qardaş bir yerdə yaşayıblar. İndi imkansız da çet darısqalı da çıxıb küliyə. Oruç müəllim götürüb özündən silib bunu qeydiyyatdan. Kim gəlib xahiş edib ki, ya oruç, ya icra, məni sil buradan. Bax bu evin üstündən. Kim gəlib oruçdan, ya icradan xahiş eləyib. Bakı Dövlət Universitetinin tələbə şəhərcinin komendantı Rıza Cabbarov deyir ki, 9 saylı yataqxana köçürüləndən sonra digər yataqxanaların köçürülməsinə başlanacaq. O ki, qaldı sakinlərin narazılığına. Rıza Cabbarov deyir ki, ailədə 4 nəfərə 2 otaqlı, 5-ə 3 otaqlı, 6-ya 3 otaqlı, 6-dan yuxarı olan 4 otaqlı. Sonra ailədə oğlan uşaqlarını nəzərə alırlar. 2 dənə oğlan uşağı var, biri ailəli. narazı sakinlərə Narazı sakinlər demək olar ki, yoxdur. Məsələn, mən bayaq görüşdüm axı narazı. Onların bəziləri etajlarla narazılıq edirlər. Bəzisi deyir, mən 2-ci mərtəbəni istəmirəm, 5-ci mərtəbəni istəyirəm. Bəzisi deyir, 5-i istəmirəm, 2-ni istəyirəm. Ancaq burada püşk atma var. Bölgü, dedim, Qaçqınlar Komitəsi tərəfindən nəzərə alınır. Püşk atmanın şəffaflığına gəldikdə isə Xahiş edirəm. Olmadı abi. Xahiş edirəm. Siz kimsiniz? Mən buranın komendantıyam, mən kim? Niyə çıxardınız? Yox, bu niyə çıxardınız? Niyə çıxardınız? Sebab bir də mənim aralıqda çəkmək. Yox, kirayədə olduğunu ünvanda deyiləm. Martın 13-dən Bakı Dövlət Universitetinin tələbə yataqxanalarında məskunlaşan köçkünlərin köçürülməsinə başlandı. Onlar Müşfiq qəsəbəsində yeni tikilmiş binalara köçürülüblər. Geniş, işıqlı küçələri olan qəsəbədə özünə yer tapmış Fəxrəndə Ağamirovun sevinci yerə göyə sığmır. Təzə evdə çox gözəl. Yataqxana idi, şəraitimiz yaxşı deyildi. Çox şükür, aboylarımız yaxşı, isti suyumuz gəlir, soyuq suyumuz var. İstiliyimiz çox qəşəng. Belə şəraitimiz çox əla. Yaxşı polumuz, aboyumuz var. Hər şey bizim üçün təşkil ediblər. 20 ildən çoxdur Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşmış Rəhimə Hüseynova yeni evi ilə yataqxananı müqayisə edir. Orada dar keçidir, suyumuz yaxşı vaxtında yanmırdı, belə gəlmirdi. Işığımız yaxşı yanmırdı, qazımız yox idi. Şəraitimiz bir sözlə də yox idi. Elə toplalaşıb 5-6 adam bir otağa yığışmışdı. İndi şükür Allah, ailə hərəmizə bir otaq verdi. Sakin İlham Rəsulov isə qəsəbədəki bağça və məktəblərdən danışır. Bağça var, yaxında baxmışıq, belə gedib, gəzib baxmışıq, məktəb var, yaxşı, normal, böyük məktəb. Amma hələ açılmayıb da, uşaqlar yəni ki, hələ ki, hamısı azdır da, ora üçün. Böyük bağçadır, böyük məktəb. Qəsəbədəki evlərdən razı olanlarla yanaşı, narazı sakinləri də rast gəlmək mümkündür. 58 yaşlı Əziz Abbasovanın sözlərinə görə 20 ildən çoxdur yataqxanada bir otaqlı evdə yaşayıb. Biləndə ki, yeni qəsəbədə ona bir otaqlı ev verilib, çox pərişan olub. Bir otaqda yoldaşım da var. Həm yeyək, həm içək, həm yataq, həm duraq. Bir otaqda, bir ailə, nə olsun 2 nəfərik. Nəvəmdə 4 aylığından saxlamışam. Belə şey olar. Əziz Abbasova deyir ki, evdə yer olmadığına görə yatmaq üçün lazım olan yorğan döşəyi evin eyvanındakı şkafa yığır. Ən paltarlarımı bax. Gəl çək.
Allah düzündür bax. Həm şkafdır, həm şvanerdir. Bax, əyndə şeylər. Bu cür yaşanmaqdansa başqa ölkədən sığınacaq istəmək bundan yaxşıdır. Əgər bizi belə qan eləyirsə, hökuməti bu qan eləyirsə, bizi eləmir. Başqa yerdən, başqa ölkədən sığınacaq alaq, keçək başqa dövlətə. Binanın 5-ci mərtəbəsində qərarlaşan yeganə Göyüşova isə deyir ki, binanın xeyli problemləri var. O, yataqxanadakı şəraiti yeni köçsüyü binanın şəraitindən yaxşı hesab edir. Üstü yoxdur balkonun. Əgər bir gün sabaha mən bu sözü deyirəm sizə. Çox da xahiş edirəm bir dəfə. Əgər mənim evimdən bu boyda damcı su düşsə, mən özümü 5-ci mərtəbədən tullayacağam. Mən özümü atacağam maşına. Çünki mənim yoldaşım işsizdir, gücsüzdür, 2 balanı süpürgəsindən mən saxlayıram. Əgər mən belə şəraitə uyğunlaşa bilmirəm. İşqaz yoxdur. İşıq var, işığı neyinləm, işıq pul yazıb. Soyuqdan ölürük. Biz pis gündür. Mənim elə pulum yoxdur ki. Mən də remont elətdim, sınıq savxaq yeri. Əgər mən sınıq savxaq yeri remont eləcəydim, yataqxanadan eləmişdim də, oturdum. Dilənib yataqxananı remont eləmişdim, söhbət etmişdim içində. Deyəcəm, pörsuğa boylar var, çırıq hamısı. Hamısı pörsuğa boyda, yoğan döşək, tövmədən çıxanlar yoğan döşəyinin üzünə oxşayır. Mən evimdə yataqxana deyil, aboy verməmişdim. Gedək 8 gün var yataqxanda da 8-ci mərtəbədə 82-ci otaqda açıq özümdədir, vermirəm onlar. Mən qaydacam evimə. Gedək şəraitimi görkəzim, mən nətər şərait qoymuşdum. Novruz bitməkdə, bayram ovqatı adi günlərin havasına düşməkdədir. Yəni, bir çoxlarınızın Xonça ya xurcunlarında paxlava, şəkər burada tükənməkdədir. Biz də bayram günlərinə bir də göz ataq deyib 2-3 dəqiqəlik də olsa Gürcüstana yollanaq, Marnelli rayonuna. Görək, Gürcüstan azərbaycanlıları Novruzu necə yad edir və bayramda necə şənlənirlər? Gürcüstanın Marnelli rayonu azərbaycanlıların çoxluq təşkil etdiyi ərazilərdən biridir. Burada yaşayan əhalinin 59%-i Azərbaycan türkləridir. Marneullidə hər il azərbaycanlıların ənənəvi Novruz bayramı qeyd olunur. Bu münasibətlə konsertlər, şənlik tədbirləri keçirilir. Yerli müğənnilərin ifasında mahnılar ifa olunur. Mahnılar adətən həm Gürcü, həm də Azərbaycan dillərində səslənir. Bayram münasibəti ilə küçələrdəki alış-veriş xüsusilə canlanır. Vaxt keçirtmək, yeniliklərdən xəbər tutmaq, nərd oynamaq ya da sadəcə söhbət etmək üçün adamlar açıq çayxanalara toplaşır. Bahar bayramı ərəfəsində çayxanalarda xüsusi canlanma olur. Amma Marneulldəki Novruz Azərbaycanda keçirilən ənənəvi bayramlardan fərqlənir. Burada yaşayan gürcülərə, ermənilərə qaynayıb qarışmış azərbaycanlılar Novruzu elə də tam təraqla keçirmirlər. Bayramın atributu olan şəkərbura, paxlava bişirən ailə çox az rastlanır. Keçəl kösə oyunu ildən ilə daha da arxa plana keçir. Amma nə qədər ənənəvi olmasa da, bayram ab-havası Marneullidə hamıya təsir edir. Burada mədəniyyətlər artıq elə birləşib, elə diyaloqa girib ki, dil, musiqi, adətlər arasında sərhədlər demək olar ki, silinib. Məsələn, burada canqur çalan gürcü qadını Azərbaycan dilində Azərbaycan mahnılarını oxuyur. Səni görən gözləri qayatana dicana. Səni görən gözləri qayatana dicana. Gel 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 manim Leyla, gözlerine olmuşam Leyla, gözlerine olmuşam Leyla. Bazarda Azərbaycanlılarla bir yerdə işləyən ədviyyat satan erməni Roza xala isə nəinki bizim dilimizdə, hətta qərbi Azərbaycan ləhcəsində olduqca səlis danışır. Sizin adınız nədir xala? Roza. Hansı millətdənsiz? Erməni. Azərbaycanca nə yaxşı danışırsınız? Azərbaycanın içində yaşamışam, ölüm. Harada yaşamısınız? Mənim özüm Sadaqlı qızıyam, amma burada yaşayıram. İndi bu satdıqlarınızı özünüz hazırlayırsınız? Bax, bu ikisi özüm hazırlayıram, onları alıram.
Bunları alırsınız. Onları alıram. Burada Azərbaycanlılarla bir bazarda işləyirsiniz. Bir bazarda işləyirik. Çox gözəl yaşayırıq bir-birimizlə. Akkuratni, gözəl, bir-birimizi tanıyırıq, qanırıq. Heç bir çətinlik, gərginlik yoxdur. Heç bir dəfə qızım. Elə bilirsən, ana bacı bir, bax belə, ana bacı. Azərbaycanlılar olub da alıcılarınız? Ha, çoxdur. Mənim alıcılarım bütün Azərbaycandırlar. Bakıdan gələnlərdilər. Neçə ildir burada bazarda? O, çoxdur, 30-40 ildir. Millətlərin dostluğu öz yerində, amma Marneolidə diqqətimizi çəkən bir məqamda oldu. Əhalisinin yarıdan çoxunu Azərbaycanlılar təşkil etdiyi halda rayonda hər yerdə yazılar, lövhələr gürcü və rus dillərindədir. Gürcüstanın Rusiya ilə münasibətlərinin o qədər də isti olmadığını nəzərə alaraq bu hal xüsusilə qəribə görsənir. Azərbaycan dilində ancaq Novruz bayramı ilə əlaqədar təbrik lövhələrinə rast gəlmək olur. Qalan bütün yazılar isə rus və gürcü dillərindədir. Bugünlük bu qədər. Baş verən olayları, xəbərləri Azadlıq Radiosu.az və ya azadlıq.org saytlarında izləyin. Problemlərinizi də bizimlə bölüşün. 436-77-41 qaynar xəttimizdir. Simsiz Teleqraf bölümü çəkdiyiniz video və fotoları gözləyir. Çəkin, göndərin, paylaşın. Sağ olun, azadlıqda qalın.